Hər vaxtınız xeyir olsun uşaqlar. İndi 8-ci sinif şagirdləri üçün Arximed qüvvəsi mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlan hissəsindəki tapşırıqlara baxmış olacaq. Amma dərsə keçməmişdən qabaq hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək məhz sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün başlayalım dərsimizə. Əvvəlcə öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırığa keçək. Burada deyir ki, şagirdlər suya batırılmış cismə təsir edən Arximed qüvvəsini ölçürlər. A variantında qabdakı su dəniz suyu ilə əvəz edilərsə, Arximed qüvvəsi necə dəyişər? Deməli, biz bilirik ki, Arximed qüvvəsinin düsturu F Arximed bərabərdir Rho maye, J və batan formasındadır. Və bilirik ki, dəniz suyunun sıxlığı, Rho dəniz suyunun sıxlığı böyükdür Rho adi suyun sıxlığından. Və diqqət edin uşaqlar, biz burada göstəririk ki, Arximed qüvvəsi Rho mayenin sıxlığından asılıdır. Və demək ki, Rho mayenin sıxlığı nə qədər çox olarsa, Arximed qüvvəsi də o qədər çox olmuş olacaq. Və fikir verin, burada dəniz suyunun sıxlığı adi suyun sıxlığından daha çoxdur. Və məhz bu səbəbdən də əgər qabdakı su dəniz suyu ilə əvəz edilərsə, Arximed qüvvəsi artar. Çünki Rho mayenin suyunun sıxlığı artır. O zaman yazırıq artar. Səbəbini də izah etdik. İkinci, burada yəqin ki, B variantı yazmaq istəyirlər, digərinə C. B variantına keçək. Cismə hansı qüvvələr təsir edir və onların istiqaməti necə yönəlib? Deməli, uşaqlar, qabı çəkək və qabın içərisində maye ilə doludur. Cisim göstərək. Bu cisimə aşağıya doğru ağırlıq qüvvəsi, yəni mg və yaxud da ağırlıq qüvvəsi, yuxarıya doğru isə F Arximed qüvvəsi təsir edir. Cismə hansı qüvvələr təsir edir və istiqamətini də göstərdik. Ağırlıq qüvvəsi və Arximed qüvvəsi. Növbəti, cismin kütləsi məlum olarsa, Arximed qüvvəsini necə hesablamaq olar? Deməli, uşaqlar, cismin kütləsi məlum olduğuna görə ona təsir edən ağırlıq qüvvəsini hesablamaq olar. Dinamometrin göstəricisini də bilməklə Arximed qüvvəsini hesablamaq mümkündür. Necə? Bax, cismin kütləsini bilirik, o olur onun P0. Bir də mayedəki çəkisini bilirik və F Arximedi müəyyənləşdirmək üçün bunları hamısının bir-birinə bağlayan düstur havadakı çəki bərabərdir. Mayedəki çəki üzərinə gəlsin F Arximed. Yadımızda saxlayaq uşaqlar, bir daha deyirəm. Cismin havadakı çəkisi, onun mayedəki çəkisi üzərinə gəlsin Arximed qüvvəsidir. Yəni, ikisinin birlikdə təsir edən qüvvə təkcə havadakı çəkiyə bərabər olur uşaqlar. İndi bunu aşağıda öyrəndiklərinizi yoxlayın hissəsində daha yaxşı tətbiq edəcəyik. Orada dərinliklə başa düşmüş olacaqsınız. Öyrəndiklərinizi yoxlayın hissəsinə keçək indi uşaqlar. Öyrəndiklərinizi yoxlayın hissəsində bizdən soruşur ki, Arximed qüvvəsi nəyə deyilir? Arximed qüvvəsi uşaqlar həm mayedə, həm də qaz tərəfindən yarana bilər, yəni qazlarda ola bilər. Maye və qaz tərəfindən cismə təsir edən və yuxarıya yönələn qüvvə Arximed qüvvəsi adlanır. O zaman yazsaq, onun ədədi qiyməti hansı kəməklərdən asılıdır? Yazarıq ki, F Arximed qüvvəsi bərabərdir Rho maye, J və batan. Və bunu nəzərə alaraq asılıdır deməli suyun sıxlığından, suyun sıxlığı və asılıdır neydən? Batan cismin həcmindən və batan cismin həcmindən asılıdır uşaqlar. Buna yazaq həcm, qısaca olaraq. Daha sonra ikinci suala baxaq. İkinci sualda deyir ki, cismi suya daxil etməzdən əvvəl dinamometrin göstəricisi 5 Newton, suya yarıya qədər daxil etdikdə isə 3 Newtondur. Sizin kitabda uşaqlar bu səhv etmirəmsə 3 Newton
və 1,5 Newton kimi göstərilir. Sizin kitabdakı kimi göstərək ki, həm qarşılıqlı olmasın, həm də diqqət etsəz, elə burada şəkildə də göstərib ki, 3 Newton və 1,5. Ola bilsin ki, çapda səhv olub. Olsun, əsas olaraq düzəldirik və o şəkildə işləyirik. Davam edək. Deməli, deyir ki, cismi suya daxil etməzdən əvvəl dinamometrin göstəricisi 3 Newtondur. Daxil etməzdən əvvəl deyirsə, demək ki, bu P0-dır. P0 bərabərdir, yəni havadakı çəkisi bərabərdir 3 Newton. Suya yarıya qədər daxil etdikdə isə 1,5 Newtondur. O zaman yazırıq, demək ki, mayeədəki çəkisini nəzərdə tutur. P bərabərdir 1,5 Newton. Cismə təsir edən Arximed qüvvəsi neçə Newtondur? F Arximed bərabərdir sual işarəsinə. Uşaqlar, indi diqqət edək, bu üç düsturu bir-birinə bağlayan bir düstur var. Biraz əvvəl əslində bu düsturu yazdıq. Necə idi? Havadakı çəki bərabərdir, mayeədəki çəki üzərinə gəlsin F Arximed. Buradan indi F Arximedi tapacağıq. F Arximed bərabərdir P0 minus P. Və gətirib yerinə qoyuruq. Beləcə alınır 3 minus 1,5 bərabərdir 1,5 Newton. Yəni, bu şəkildə Arximed qüvvəsini müəyyənləşdirmiş oluruq. Belə, qüvvə diaqramı çəkərək cismə təsir edən qüvvələri göstərək. Qüvvə diaqramı çəkərək göstərmək lazım olsa, aşağıya doğru P0, yəni mg, yuxarıya doğru P, yəni mayenin çəkisi, mayedəki çəki və yuxarıya doğru biraz kənarda göstərirəm. F ağırlıq Arximed qüvvəsi. Arximed. Deməli, yuxarıya doğru mayedəki çəkisi və Arximed qüvvəsi və aşağıya doğru P0 müəyyənləşdiririk. Belə uşaqlar, bu şəkildə biz həll etmiş olduq. Bir də burada uşaqlar deyir ki, onların əvəzləyicisini cisim sükunətdə olduğu üçün bu qüvvələrin əvəzləyicisi də sıfıra bərabər olacaq. Çünki yuxarıya təsir edən qüvvə ilə aşağıya təsir edən qüvvələr bir-birinə bərabərdir və əvəzləyicisi, F əvəzləyici sıfıra bərabər olacaq. Üçüncü suala keçək. Üçüncü sualda deyir ki, suya batırılan metal əşyanın sıxlığı, yəni rho cismin sıxlığı bərabərdir 7600 kiloqram bölünsün metrin kubu. Həcmi isə 0,8 metrin kubudur. Yəni, V bərabərdir 0,8 metrin kubu. Ona təsir edən Arximed qüvvəsi neçə Newtondur? Yəni, F Arximed bərabərdir sual işarəsinə. Deməli, uşaqlar, Arximed qüvvəsinin düsturunu bilirik ki, F Arximed bərabərdir rho maye vurulsun J vurulsun V batan. Diqqət edək uşaqlar. Bizə burada nə verib? Bizə burada verib ki, cismin sıxlığı 7600-dür. Diqqət edək uşaqlar, cismin sıxlığı, amma düsturda necədir? Rho maye. Demək ki, mən burada cismin sıxlığını gətirib rho mayenin yerinə yaza bilmərəm. Yazarsamsa səhv etmiş olaram. Məhz burada, düsturda rho maye dediyinə görə, biz mayenin sıxlığı bilirik ki, rho maye bərabərdir 1000-dir. Kiloqram bölünsün metrin kubu. Məhz bu baxımdan da düsturda mayenin sıxlığını nəzərə almalıyam. O zaman yazaram ki, 1000 vurulsun J 10, vurulsun V batan da 0,8 bərabər olacaq. Vurduğumuz zaman buradakı sıfırlarla bu əvəz olunacaqsa isə Newton. Taparam ki, deməli, Arximed qüvvəmiz F Arximed bərabərdir 80 Newtona. Deməli, uşaqlar, bu şəkildə biz tapşırıqların hər birinə baxmış olduq. Yenə də hər zaman dediyim kimi, öz gələcəyinizin mimarı məhz sizsiniz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək məhz sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə qədər. Sağ olun uşaqlar.